baxdılar, gördüm bir nəfərə ayağından asıbdılar. Ölü vəziyyətindədir, tərpənmədi. Necə ayağını asıblar? İki ayaqlarından belə keçirib asıbdılar. Ölü vəziyyətindədir. Yəni Hansı vəziyyət? Yəni qan, izi, zadı. baş aşağı asıbdılar, qanlı, yer qanlı elədi. Ha, qan axır demək. Bəli. Dedi bunu görürsən, dedim hə görürəm, qaçı bildikləri danışasın. Mən dedim yox, bilmirəm heç söhbət nədən gedir ümumiyyətlə. Çünki bizim böyle heç nəyə adiyyət olmayan bir şeydik. Sonra gətirdilər başqa bir otağa, gördüm ki orada da yerdə 3 nəfər uzanıbdı. İkisi ağzı aşağıda, biri ağzı yuxarıda, yəni tərpənmir onlarda. Qapqarada rəngləri var idi. Gömgöy də belə bu qaydada. Dedi bunları da görürsən, dedim mən görürəm. Onların da üzərində işgəncə şeylər var idi. Hamısı da lüt idi. O aslan da lüt idi, o yerdəkilər də lüt idi. Nətər vəziyyətləri nətər? Gömgöy heç biri də tərpənmirdi. Yəni o döymə izləri, nə bilim, şey belə bədən xəsarəti. Yer qan idi, hər yer divara kimi qan idi. Ay ya. Ha. Yəni oradan dedilər bunu da gördün, dedim ha. Dedi ki danışarsan, dedim ha oldu. Oradan da gətirdilər təzədən məni başqa bir yerə. Gördüm bir nəfərdir bu qolundan belə bağlayıblar. Belinə döyürlər. Belinə də qan axır. Üzü o yüzü duran adamdır, onun da gözü bağlıdır, o döyülən də gözü bağlıdır. Ha. Dedi bunu da gördün, dedim bəli. Dedi bildiklərin hamısını danışarsan. Gətirdilər məni turladılar bir dənə otağa. Dedilər burada səsin çıxmır, heç kimdən danışmırsan. Böyle oturmuşuq. Arada böyle gözümüzü qaldırıb baxırdıq. Gördüm bəlkə də yoxdursa, bir 700-800 nəfər adam hələ mən gördüyüm yerdə. Belə də heç kimdə səs çıxmır. Yəni elə bir vəziyyət ki, 800 nəfərin səs çıxmır. Hamıya göstəriş verirlər ki, səs çıxmır. Hamı üzü bağlı, gözü bağlı, qolu bağlı oturub orada. Səhərsin saat olardı, 7-8-in yarısı tezdən. Gəldilər Zeynal otural, dedim mən. Ha səsə gəl, dedim mən gələ bilmirəm səsə. Göz bağlı, əl bağlı. Gəldilər, tutdular, apardılar otağa. Otağa salan kimi başladılar mənə vurmağa ki, danış. Dedim nə danışım, mənə bir sual verin. Harca bir 3 saat yarım, 4 saat məni döydülər. Döydülər, dedilər danış. Dedim nə danışım? Dedilər ki, bildikləri. Dedim nə haqqında danışım bildiklərim daha. Dedilər ki, bəs sən Kərimov Müqəddini tanıyırsan? Dedim bəli, bir qadın maxəsi olub. Dedilər tanıyır bu onu. 1 saat 45 dəqiqədə onun üstündə döydülər. Tanıyıram deyən kimi başladı. Dedi bu onu tanıyır. Mən bilirdim, amma mən hərbi hissədə olanda bilirdim ki, Kərimov Müqəddini aparıblar ora. Mən hərbi hissədə olanda bilirdim ki, Kərimov Müqəddindir. Bəzən hərbi hissədə eşidirdik ki, filankəs apardılar. Dedim tanıyıram. Sən niyə onu tanıyırsan? Nə? Sonra dedilər bu danışmayacaq. Bunu verin Toka. Toka parmağıma bağladılar, Toka bədənimə verdilər. Hardasa bir 40 dəfə tok verəndən sonra dedilər bu nə qışqırmır, nə ölmür. Bunu nəsə bir şey eləyəyin ki, danışsın. Deməli ölümə də istəyirdilər ki, Ölüm onlar üçün boş şeydir. Çünki mən gördüyümü orada görmüşəm. Dünən mənə göstəribdilər orada. Görsən bunu görsünüz. Aha. Bu danışmayacaq. Bəli. Qışqırmır, səsi çıxmır. Onda da biraz canlı idim, bir elə ağrı hiss eləmirdim. Sonra gəldilər durba ilə. Belimizə, kürəyimizə vurdular. Sonra belə trosu idi. Trosun üstündə nə etsə bilmirəm. Qotaz bir şey. Onunla çox döydülər. Hardasa bir 40 dəqiqədə ancaq belimizə elə bir qamçını necə vururlar o qaydada. Vurdular, dedim ki, mən heç nə bilmirəm da. Aks dedilər ki, sən Müqəddinə patron vermişsən satmağa. Bölük komandirindən bir yerdə güya. Tankın tisası var, tisasının monitoru var. Onu bir də PKT-nin elektropusku. Onu deyəndən sonra özüm də rahatlaşdım ki, bildim ki, elə bir şey konkret olmayıbdı. Dedim, bəs nə olubdu? Dedi ki, vermişsiniz, onu satılıbdı, Müqəddin gətirib sizə 100 manat pul verib. Müqəddin sizdən alıb, aparıb verməyiniyə satır. Bu barədə onlara kim məlumat verir? Nəyi? Bax, bu görsən nəsə satmışsan. Müqəddin deyib ki, onları mənə gətirib veriblər, mən də aparmışam Erməniyə. Mənə dedim, əgər biz Müqəddinə vermişsin, Müqəddin Erməniyə satır. Müqəddin tək sənə görə deyib, yoxsa başqa? Müqəddin heç verməyibsə, 50 nəfərdən çox adamın adını veribdi. Onun oğlunu da orada, onu elə bil
oğlu atasına qarşı. Onun oğlu da makeşliydi, oradaydı. Müqəddin öz qardaşı da hətta oradaydı. Müqəddin Cümrəddin. Kərimov Müqəddin Vaqifoğlu. Müqəddin. Müqəddin. Ha. Oğlunun Goranboy adı nədir? Zeyvə kəndindəndir. Ha, Goranboy. Oğlunun adı nədir? Oğlum vallahi orada bir siz nətər idi. Oradan çıxandan sonra o qədər tok verirdilər ki, adam yaddaş itir. Yaddaş həqqi itir. Ha. Mən deyərəm ki, oradan 4 il çıxmışım, 4 il xəstələnmirəm. Ha, Müqəddinin oğlu da öz Nə atasına... qrip olmuram, nə... Yəni o toku nətər verirdilərsə başım çıxmır. Özümü yoxlatdıra da bilmirəm. Pul yox, para yox ki. Deyim bir həkimə, deyim ay həkim, bir yoxla gör nə var nə. Oradan çıxdıq, O gəldi. Müqəddin üzr istəyirəm, Bəli. o oğlu ilə özü barədə qısa bir məlumat ver. Yəni onlar bir-birinə qarşı danışıblar yoxsa? Yox. Orada oğluna gəldilər, dedilər ki, yəni biz oradan çıxandan da sonra elə bir cəmləşdik. Gözümüzü açdılar. Bu ev yoxdur altında. Cəmləşdik elə bir, sonra oturub söhbət edirdik. Dedi ki, oğlu dedi ki, üzr istəyirəm. Mən atam başına Sidik kimi. bəli, elətdirdilər. Ki, sənin atan onsuz da vətən qalində öləcəkdi, deyənə bir el adamla da iş görüb, bir el adamla adını verib. Bir dənə maxi 50 neçə nəfərin adını verirsə, o dediyi adda da adamları gətirirlər sonra, o maxi də bir gün çöldədirsə, və sonra biz dərdimizi kimə deyək? Bu 4 ildə susmuşuq, bəli. Niyə? Getmişəm, tələb eləmişəm ki, mən A bəndi ilə təxris olmuşam. İndi təxris olmağımın səbəbinə də gəlib çıxacam. A bəndi ilə təxris olmuşam. Və elə bir güvənilir adam olmayıb ki, gedim ona deyim ki, qardaş, məni bunu eləyib döyübdülər, məni toka veribdilər. Və hərbisə komandir məni məcbur eləyibdi təxris olmağa, deyəcəm necə. İndi onu gələcək. Qaldığımız yerdən başlayaq. Deməli, başladılar, tok verdilər, bu qışqırmır, belə elədilər, filan elədilər. Sonra qamçı ilə, nədir o, trosla O başladılar. trosla döyüldülər. Döyüldülər, sonra nə oldu? Mən prosto nə bilim da belimin qanını məsələn yanımda yoldaşlar görübdülər ki, belim nə gündə idi. Mənə orada nə həkim aparmayıbdılar, nə heç kim yanına aparmayıbdılar. Bugünkü günə kimi nə bir məhkəmədə iştirakçı kimi çağırmayıbdılar məni ki, sən də orada. Zərər çəkən zad olmamışsan da sən. Güya heç nədən xəbərim olmamır. Yəni heç bir yerdə. Neçə gün orada o işgəncələrə məruz qaldın? Bəli, Neçə gün qaldın sən orada? 45 gün orada qalmışam. Vay. Döyüləndən sonra bəli 45 gün orada Bəs qalmışam. evdə, ailədə məlumat oldu ki, sən? Heç mənim evimdən xəbərim olmayıbdı. Evdəkilər də bir iki dəfə mən gələndən sonra bilmişəm də, yəni ki, evdəkilər gəlib oraya deyiblər ki, axtarmayın onları. Niyə? Ehtiyac yoxdur, onlar onun vətən xainindamız. İyi. Orada elə deyiblər hamıya. Sonra nə baş verdi? Orada biz elə bil döydülər, gördülər ki, yox da, bu olan söhbət deyil. Yəni sən etiraf eləmirsən. Eləmədim, yox. Hardasa bir 8 saat döydülər dayanmadan. Su istəyirdim ki, heç olmasa bir dənə su içəsən, bütün butulkada da suydu. Ağzımıza soğuk böyle, suyu belə basan kimi sinəmizdən təpiyi vururdular, ağzımızdan tökülürdü o su. Boğurdular suyu elə suyla. Ki, yəni bir dənə ölməsin daha. Biraz danışırsa danışsın. Danışmırsa ölməsin. Mayın 10 günü ümumi liderimizin ad günüydü. Dedim, heç olmasa bu günlərdə döyməyin insanları. Dedi ki, bizə fərqi yoxdur. Döydülər. Hardasa axşam saat 5-6 olardı ona kimi. Təxmini adam hiss eləyir onsuz da ki, neçə saat döyülürsən, nədir vəziyyət. Yəni ölü vəziyyətində dedilər, aparın tullayım onu. Apardılar bir yerə tulladılar, qaldıq orada.